Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də uca və böyük olan Rəbbimiz mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Allah Subhanahu wa Taala'dan qorxmaq, Allah Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinmək, əmr edirsə o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar, yəni təqvalı olmaq olar. Quran inkarçıları, din düşmənləri barəsində olan 85-ci videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də bu dırnaqarası ilahiyatçıları, bu yalançıları, bu şarlatanları, din və İslam adı altında insanları deizmə, ateizmə sürükləyənləri, Quran sevgisi, Qurana bağlanmaq lazımdır, mənim məhzəbim yoxdur adı altında insanları xurafatlara, yalanlara, nifrətə yönəldənlərin hilələrindən, yalanlarından agah olmuş olarsınız. Allah Taala Quran-ı Kərimdə Bəqərə surəsində əvvəllərində belə buyurur. İnsanlardan elələri də vardır ki, inanmadıqları halda Allaha və axirət gününə inandıq deyirlər. Onlar, yəni özlərində elə zənn edirlər ki, Allahı və bununla möminləri aldadırlar. Halbuki yalnız özlərini aldadır və bunu dərk etmirlər. Onların qəlblərində xəstəlik, Allah Taala buyurur, vardır. O nə xəstəlikdir? O xəstəlik nifrətdir, kindir, kudurətdir, nifaqdır. Nəyə qarşı olan kindir, kudurətdir, nifaq? Allaha, onun peyğəmbərinə, onun dininə, müsəlmanlara, möminlərə qarşı. Allah Taala buyurur ki, Allah onların xəstəliyini daha da artırmışdır. Yalan söylədiklərinə görə onları şiddətli bir əzab gözləyir. Allah həmd olsun, Allah Subhanahu Taala bunun dilindən çıxardaraq bunu insanlara tanıdır. Danışdıqca insan batır. Danışdıqca insan zəlalətini, içində olan nifrətini, kinini qusur. Allah həmd olsun ki, bu son vaxtlarda yaman düşüb əl-ayağa. Yaman düşüb əl-ayağa. Çünki Allah həmd olsun ki, müsəlmanlar buna qarşı nə edirlər, danışırlar. Bunun zəlalətlərini insanlara tanır. Artıq Allah həmd olsun ki, yəni bunu yaxından belə tanıyanlar, buna qulaq asanlar belə bundan üz döndərir. Bundan üz döndərirlər. Və bilirlər ki, bu insan şarlatandır. Bilirlər ki, bu insan din düşmənidir. Bilirlər ki, bu insan Quran sevgisi adı altında, Qurana bağlanın, mənim heç bir məhzəbim yoxdur, mən məhzəblərə çağırmıram, deyə insanları deizmə, ateizmə və s. batil inancları nə edir, sürükləyir. 85-ci videomuzda, bu videoda baxacaqsan. Bu insan xəstədir, qardaşlarım. Bu insanın qəlbi xəstədir. Bu insanın qəlbində mərəz var, nifrət var, kin var, kudurət var. İndi bilmirəm, bu ola bilər ki, ilahiyyatda oxuduğu zaman, ümumiyyətlə o manyakların həyatına baxanda, o manyaklarda uşaqlıqda nəsə bir psixoloji bir problemi olduğu üçün ondan sonra böyüyür, manyak olur da, başlayır insanları öldürmək. Bunda da ola bilər ki, uşaqlıqda nəsə olub dinə qarşı və o manyaklıq keçib buna. O manyaklar kimi indi Allahın dininə qarşı bu cürlə mübarizə aparır. Yəni qəlbində bu cürlə xəstəlik var. Mən sənə yenə də söyləyirəm. Sən xəstəsən. Həqiqətən də sözün əsl mənasında sən xəstəsən. Yəni müalicəsini istəyirsənsə, biz tərəfdən sənə köməklik oluna bilər o müalicəni etmək üçün. Necə ki İbn Qayyim rahimehullah deyir ki, cahillik öldürücü bir xəstəlikdir. Onun müalicəsi isə Rabbani bir alimdədir. Rabbani bir elm əhlindədir. Hansı ki sənin o xəstəliyi Allahın kitabı və peyğəmbərin pak sünnəsi, mübarək sünnəsi ilə nə edir? Müalicə edəcəksən. Bu videomuzda dəyərli dinləyicilər, yəni mən artıq bu insanla hədis üzərindən danışmıram. Niyə görə? Çünki biz bilirik ki, bu Muhammedun Rasulullah kəlməsini, necə ki Fəthullah Gülən olsun, Mustafa İslamoğlu olsun və yaxud da Adnan Oktar olsun və s. kimi zındıqlar olsun, onlar hamısı məqsədləri Məhməd Oxuyan olsun və s. Ədib Yüksək olsun. Bunların məqsədləri Muhammed Rasulullahı inkar etməkdir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsini inkar etməkdir. Bunu bilirik. Mən bunun artıq Qurani Kərimi inkar etməsini, Qurani Kərimi dəyişməsi barəsində istəyirəm sizlərə videolar təqdim edim.
Və bu tərəfdən çıxışlar edim ki, bu insan, yəni hədislərdən söhbət getmir, artıq hədisləri qoyun kənara. Bu insan Allahın kitabını rədd edir. Allahın kitabında olan ayətlərə dəyişiklik verir. Yəni mənim sözümü, yəni səhv anlamadınız. Yəni mən sizə sözün düzünü deyirəm. Qurani Kərimdə olan ayətləri dəyişir. Hərfləri dəyişir ki, gəlin burada bunu qoyaq. Məsəl üçün də B hərfinin yerinə gəlin qoyaq T hərfi. Və yaxud sadın yerinə gəlin qoyaq dad hərfi. Yəni bu cür artıq bu Qurani Kərimi dəyişmək, yəni bu insanın sonu budur qardaşlarım. Bunu əsasən də buradan onun dinləyicilərinə yönəlmək istəyirəm. Və bu videoya baxın, burada deməli söhbət Musa əleyhissalamın o adam öldürməsindən gedir, hansı ki Qurani Kərimdə Allah Təala o qissəni bizə xəbər verir. Sonra Allah Təala Musa əleyhissalamı oradan xilas edir, Fironun əsarətindən gəlir, tövbə edir. Allah Təala ona peyğəmbərlik verir və Musa əleyhissalam müqəddəs Tuva vadisinə gəldiyi zaman Allah Təala deyir ki, ayaqqabılarını çıxart. Çıxart, çünki sən müqəddəs Tuva vadisindədir. İndi baxın görün bu ayətləri bu necə təfsir edir, dəyərli dinləyicilər. Buradan əsasən onun dinləyicilərinə yönələm. Diqqətlə dinləyin. Və sonra baxın görün bu insan Qurani Kərimə çağırır, yoxsa öz Quranına çağırır. Və bunun tərcümə etdiyi var, o dil ötürə mən deyir Quran tərcümə elə. Bu insanlara öz Quranını tərcümə edir. 1400 ildir yer üzündə olan müsəlmanların, dünya müsəlmanları oxuduğu Qurani Kərimə yox. Öz oxuduğu, öz başa düşdüyü, şeytanın ona öyrətdiyi Qurani Kərimə çağırır. Baxın. Surəsinin 12-ci ayəsinə necə tərcümə edilmişdi? Deyilirdi ki, orada həqiqətən mən sənin Rəbbinəm. Başmaqlarını və yaxud da nəleyni çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən. Belə bir tərcümə verilir. Əslində bu ayədə nə vadidən bəhs edilir, nə ayaqqabıların çıxarılmağından bəhs edilir, nə başmaqlardan bəhs edilir, nə dağdan bəhs edilir, nə də hansısa müqəddəs bir məkandan bəhs edilir. Bunların heç birindən söhbət açılmır, heç biri danışılmır, gündəmə gətirilmir. Bu ayə Musa peyğəmbərin törətdiyi cinayətin açıqlamasıdır, izahıdır, təfsiridir. Dostlar, deməli dəyərli dinləyicilər, Taha surəsi 12-ci ayətindən söhbət gedir. Həqiqətən də mən sənin Rəbbinəm, başmaqlarını, yəni ayaqqabılarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən, Allah Taala buyurur. Və deyir ki, bu ayətdə, yəni söhbət, yəni burada sizə oxuduğum heç birindən gedmir. Yəni nə ayaqqabını çıxar, nə burada Tuva vadisindən, nə dağdan, nə müqəddəslikdən heç bir şeydən söhbət getmir. Yəni ayə büsbütün Allah Subhanahu taala səhv deyir insanlara. Yəni təsəvvür edin. İndi mən sizə söyləmək istəyirəm ki, ümumiyyətlə, yəni qardaşlarım, Qurani Kərim yəni bizdən öncə gəlmiş kitablarda olan doğru xəbərləri təsdiqləyən bir kitabdır. Qurani Kərim bizdən öncə gəlmiş kitabların, Tövratın, İncilin gələn səhih məlumatlarını təsdiqləyən bir kitabdır. Baxa bilərsiniz ki, Qurani Kərimdə olan peyğəmbərlər ilə bağlı olan qissələr digər kitablarda da mövcuddur. İstər Tövratda olsun, istər İncildə olsun. Görürsən ki, məlumatlar eynidir. Niyə görə? Çünki nə ki doğrudursa, Qurani Kərim onları təsdiqləyib ki, bu doğrudur. Nə ki rədd ediləsidirsə, Allah Subhanahu taala öz kitabında, Qurani Kərimdə o şeyləri rədd edib onları. Misal olaraq isə qısa deyim, məsələn İsa əleyhissalamın xristianların dediyi kimi Allahın oğlu və yaxud da Allah kimi qələmə vermələrini Allah Subhanahu taala Qurani Kərimdə rədd edir. Ki Musa, İsa əleyhissalam adi bir insan idi. Və Allah Subhanahu taala İsa əleyhissalamdan qiyamət günü soruşacaq. Sən mi insanlara dedin ki, məni və anamı Allahla bərabər bir ilah qəbul etsinlər? Musa əleyhissalam deyəcək, İsa əleyhissalam deyəcək ki, mən elə bir söz deyə bilmərəm. Yəni bu dəlildir ki, Allah Subhanahu taalanın kitabı özündən əvvəlki olan xəbərləri təsdiqləyir, doğru olan xəbərləri. Nə ki yanlışsa onları rədd edir. Və həmçinin də bu qissədə Allah Taala xəbər verdi ki, Musa əleyhissalamın müqəddəs Tuva vadisinə gəlməsini, ayaqqabılarını çıxarmasını eynilə Tövratda da, İncildə də bu qissə keçir. Və bu özü də bunu təsdiqləyir ki, eynilə bu qissə orada var. Biz bunlardan da görürük ki, Tövratdakı bu ifadə Qurandakı tərcümə ilə eynidir. Eyni. Yəni başmaqları, səndəli, çarıqları nə deyirsiniz deyin, hər ikisində də eyni məna verilir. Çünki Qurani Kərim, qardaşlarım, bundan öncəki kitablarda olan səhih məlumatları hamısını təsdiqləyir. Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsi digər kitablarda gələn səhih məlumatları bizə çatdırıb ki, bunlar doğrudur. Nə ki yanlışdırsa, onları rədd edib. Dinləyək. Sonra ayədəki digər söz başmaq, sonra çarıq, çəkələk, yəni bu kimi mənalar verilən həmin o nəleyn sözüdür. Ayədə kimi qeyd eləsək, nəleykə sözüdür. Nəleykə deyə yazılır orada, bilirsiniz ki. Bu məsələdə iki fərqli yanaşmanı ortaya qoyacağam.
Bax diqqətlə dinləyin, o dəyərli dinləyici. Yəni bunlar önəmlidir. Deyir ki, ayədə keçir nə aleykə, yəni ayaqqabılarını, çarıqlarını, tapçıqa və s. kimi nə istəyirsiniz deyə bilərsiniz. Deyir ki, bunu iki tərəfdən sizə izah edəcəm. İndi diqqətlə baxın, görün bu izahı iki dənə tərəfdən nə ilə izah verir? Önəmli olan odur. Bunlardan biri sözün yazılışı ilə əlaqəlidir. Sözün yazılışını izah eləyəcək. Baxın görün necə izah edəcək. Digəri isə Misir mifologiyasında ayaqqabının çıxarılması ifadəsinin hansı mənaya gəlməsidir. Vallahi ki, insan xəstədir. Deyir ki, Misir mifologiyasında olan ayaqqabıları çıxarmaq nə mənaya gəlir, o ilə bir izah edəcəm. Yəni təsəvvür edin ki, qardaşlarım, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsi, hədisləri qala-qala bu gedir Misir mifologiyasından hansı bir məlumatları gətirir, bütpərəstlərə, daşlara aid olan məlumatları gətirir. Onunla izah etməyə çalışır nəyi? Allahın ayəti. Yəni bu xəstə deyil, buna nə ad verəsən qardaşlarım? Ona görə bu insanın problemləri budur ki, bu insan Bhagavad Gita'dan, nə bilim Misir mifologiyasını, Yunan mifologiyasını qatıb qarışdırır bir-birinə. Şumerləri qatıb qarışdırır. Gətirib hamısı alıb İslama. Allahu Ekber. Deməli, indi qeyd eləyəcəyim bu məsələni bəlkə də həqiqətən siz xəyal gücünün məhsulu olduğunu deyərək qəbul etməyə bilərsiniz. İnanın, sizi başa düşürəm. Vallahi sən xəyal gücün burada olduqca çox işləyir, xəyal gücün sən. Sənin xəyal gücün səni azdırıb. Amma heç olmasa belə bir versiyanın, alternativ düşüncənin fikrində olduğunu nəzərə almağınız üçün mən istəyirəm həmin o məsələni burada sizinlə bölüşüm. Allahu Ekber. Neyinirik biz sənin bu batil fikri? Neyinirik biz sənin bu alternativ düşüncəvi? Yəni Misir mifologiyasında və yaxud da Misir mifologiyasına getmək lazım deyil. Ümumiyyətlə ayaqqabının çıxarılması hörmət əlaməti olaraq bizim özümüzdə də var. Biz də evə girəndə ayaqqabıları çıxardırıq, ayaqqabı nə heç evin içinə keçmir. Hətta uşaqlar ayaqqabını evin içinə keçəndə görsən valideyn də anlayır onu. Bu ədəb ərkandır, bu tərbiyədir. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsindədir ki, insan qəbrə düşdüyü, yaxanını dəfn etdiyi zaman ayaqqabılarını çıxardır. Hörmət əlaməti olaraq. Bunu hamı bilir, lazım deyil mənə Misir mifologiyasını gətirmək. Bilirsiniz ki, ərəb dilində naleyka Bax burasına diqqətlə dinləyin dəyərli dinləyicilər. Əsasən onun dinləyicilərinə diqqətlə dinləyin. Baxın görün ayəti necə dəyişir, öz ayətini gətirir. Ona görə mən deyirəm sizə, bu sizlərə Allahın 1400 ildir göndərdiyi Qurana yox, şeytanın bunu öyrətdiyi Qurana çağırır. Sözündə həmin o birinci hərf nun hərfidir. N hərfi deyə bildiyimiz nun hərfidir. Üstündə bir nöqtə yazılır. Həmin nöqtə altda yazılanda bilirsiniz ki, hərf o dəqiqə avtomatik olaraq bə olur. Yəni nöqtənin üstdə deyil, altda yazılması fərqli mənaya səbəb olur. Yəni nələykə yox, bəleykə. Yəni yaxşı, bəlun sözü olsa nə olacaq? Eşitdiniz dəyərli dinləyicilər? Ya səhv eşitməzdiniz, düpbədiz eşitdiniz. Yəni nələykə yerinə bəleykə olsa nə olar deyir. Təsəvvür edin. Bir də qulaq asın həminki yerinə qardaşlarım. Bilirsiniz ki, hərf o dəqiqə avtomatik olaraq bə olur. Yəni nöqtənin üstdə deyil, altda yazılması fərqli mənaya səbəb olur. Yəni nələykə yox, bəleykə. Yəni yaxşı, bəlun sözü olsa nə olacaq? Deməli dostlar, bəleykə olanda sənə qarşı gələn adamı, sənə qarşı çıxan adamı öldürmək mənasına gəlir. Məsələn, bayaq adını çəkdiyim o hədisləri qoyun bir kənaraya qardaşlarım. Biz hədislərdən danışmırıq. Biz Allahın kitabı Qurani-Kərimdən danışırıq. Baxın sizə bu hansı Quranı çatdırır ha? Şeytanın buna öyrətdiyi Quranı sizə öyrətməyə çalışır. Mustafa İslamoğlu'nu, Edib Yüksəlin, Adnan Oktar'ı, Fəthullah Güləni və s. kimi zındıqları öyrətdiklərini sizə öyrətməyə çalışır. Allah və onun rəsulunun və onun səhabələrinin təfsir etdiyi Quran qalıb kənarda. Misir mifologiyasından gətirir. Müfrədata baxdığınız zaman, başqa lüğətlərə baxdığınız zaman bələ fe'linin dirənmək, qarşı gəlmək, üsyan etmək mənalardan gəldiyinin şahidi ola bilərsiniz. Musa peyğəmbərin Quranda bəhs edilən hekayətini, qissəsini əsas alaraq söhbətin əvvəlində bəhs elədiyim həmin o surənin 12-ci ayəsinə başa düşdüyüm, çıxardığım tərcüməni vermək istəyirəm ki, orada da belə bir özünün başa düşdüyü və çıxardığı tərcümə. Yəni biz dinləyicilərimizə çatdırmaq istəyirik ki, əsasən də onu dinləyənlərə, yəni bizə bu zındığın başa düşdüyü Quranın təfsiri lazım deyil. Bizə Allahın Rasulunun təfsir etdiyi, sahabələrin başa düşdüyü lazımdır bizə. Mən nə edirəm bunu? Bu savadsızı. Vallahi ki, dəyərli dinləyicilər, vallahi, billahi və təllahi deyirəm. Bizdə İslam'a yeni gəlmiş
Namaza yeni başlamış bir müsəlman bundan qat-qat savadlı və elmlidir və dərrakəli və düşüncəlidir. deyirəm ki, yəni şübhən olmasın ki, mən səni Baxın görün ayəti necə tərcümə edir. Rəbbinəm. Hər şeydən əvvəl qarşı çıxdığı üçün öldürdüyünün yaxınları ilə diyət əvəzində razılaş. Sənin bu diyətinlə cinayət təmizlənəcək. Vallahi erməni budaq cümləsidir. Bizdə bir misal var, erməni budaq. Erməni budaq cümləsidir. Bunu tərcümə elədiyinə var. Allahu Ekber. Allah Subhanahu taala dövlətimizi, millətimizi, məmləkətimizi belələrin şərrindən qorusun. Allah'a emanet olun. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.